Azərbaycanda tək olan Datsun Z-nin hekayəsini danışmaq istəyirəm sizə. Millət salam, sizinlə mənəm. FH və kanalıma xoş gəlmisiniz. Əvvəl onu deyim ki, avtomobilin sökülməsi və qumlanması prosesində çəkdiyim videoları itirmişəm. O səbəbdən də o dövrlərdə çəkdiyimiz qısa videolar və fotolardan ibarət bir kollajın üstündən səs yazıb birinci videonu hazırlamaq məcburiyyətindəyəm. Ümid edirəm bu vəziyyəti başa düşərsiniz. Sonraki videolarımız normal tempdə davam eləyəcək. İndi keçək hekayəmizə. Samuray layihəsi. Niyə məhz Datsun Z? Uşaqlıqdan avtomobil həvəsim var idi və getdikcə bu həvəs daha da böyüdü, böyük bir şeyə çevrildi və uşaqlıqdan bu həvəs yapon maşınlarını sevirdi və köhnə, klassik bir yapon maşını sahibi olmaq istəmişəm həmişə. Gəldi, vaxt zaman yetişdi, mən maşın alma qərarına gəldim və niyə Z-ni seçdim? Ona görə ki, Datsun Z istehsal olunana qədər Avropa və Amerika və dünyanın digər hissələri Yapon avtomobil istehsalçılarını kiçik mühərrikli, sakit, sadə, ekonom ailə maşınları istehsalçıları kimi tanıyırdılar. Amma Datsun Z bu fikri fərqli yönə yönləndirməyi bacaran bir model oldu. Yapon avtomobillərinin, idman avtomobillərinin daha doğrusu ilklərindən biridir və ümumiyyətlə Yapon idman maşınlarının bir növ atası sayılır. Datsun Z belə bir tarixdə, Yapon avtomobil istehsalı tarixində belə bir dəyişikliyə imza atan maşındır və öz dövrünün çox uğurlu maşınlarından biridir. Həm keyfiyyət baxımından, həm performans baxımından, əldə elədiyi uğurlar, müxtəlif yarışlarda tutduğu yerlər baxımından çox gözəl, uğurlu bir maşındır və ümumiyyətlə mənə görə klassik maşın təkcə ili köhnə maşın deyil. Klassik maşın ikonadır ki, Datsun Z bax həmin o ikonadır, əfsanədir. 2021-ci ildə avtomobili tapdım, aldım, gətirdim ölkəyə. Avtomobili gömrükdən normal bir formada keçirtdik. Avtomobilin üstündə nömrəsinə qədər var, hər şey qaydasındadır və maşın ölkəyə gördüyünüz bənövşə rəngdə gəlib. Bu rəng avtomobilin sözsüz ki, orijinal rəngi deyil, bu Moparın rənglərindən biridir. Avtomobilə sonradan hansısa sahibi tərəfindən vurulub, neçənin sahibi olduğunu da bilmirəm. Avtomobili gətirdiyi ölkəyə bir variant avtomobilə kiçik əl gəzdirib avtomobili sürməyə başlamaq idi. Amma sonra gördük ki, bu variant uzun müddət üçün yaxşı variant deyil. Maşının ilini və vəziyyətini nəzərə alsaq, başa düşülən o idi ki, maşın xırda əl gəzdirməklə uzun müddət yaxşı bir formada işləməsi sual altında olan məsələdir. Maşın müəyyən müddətlərdən bir sıxıntılar yarada bilər. Ona görə də ikinci fikrə keçdik. İkinci fikir ondan ibarət idi ki, maşın tam restavrasiya olunmalıdır, full rotisserdən keçməlidir və ondan sonra maşını gündəlik normal bir şəkildə idarə eləmək olar. Bu fikir gələndə maşının rənginin dəyişmə fikri keçdi ağlımdan. Çünki o üstündəki rəng fərqlidir, gözəldir, amma onu istəmirdim. Ona görə də dedik ki, mühərrikxanaya qırmızı rəng vuraq, qapalı hissiyə və qırmızı rəngin maşında necə durduğunu yoxlayaq. Elə bu məqamda vurduq, bizə halal olsun, maşının motorunu, mühərrikini Azərbaycanda dağıtdıq. Biz vurduq, işləyən mühərriki dağıtdıq və mühərriki yığmaq məcburiyyəti də rənglənməyə əlavə olundu. Fürsət bildik, mühərrikxanadan çıxartmışkən mühərrikxananı qırmızı rəngə boyadıq. Siz buradakı kadrlarda o qırmızı rəngi mühərrikxanada görmüsünüz artıq. Mühərrikin lazım olan ehtiyat hissələrini gətirdik, mühərrik yığıldı, mühərrik normal bir formada işləyir. Ondan sonra maşının restavrasiyası məsələsində biraz ilişdik qaldıq. Bu ilişib qalma biraz dediyim 3 il yarımdan çox vaxtımız apardı. Normal işlərə və prosesə başlamışıq 2024-cü ilin sentyabr ayında və gördüyünüz kadrlarda 2024-cü ilin sentyabr ayında maşını qaldırdıq qaldırıcıya. Maşının altını, üstünü, hər yerini bir dənə yoxlamağa başladıq və görürsünüz ki, maşına nə qədər çürük, deşik, bərbad hissələr altında filan tapmağa başlamışdıq. Ümumi vəziyyəti biləndən sonra avtomobil tam söküldü. Avtomobil söküldü, çıxdı lüt metala və bu sökülmə prosesində avtomobildən çıxan hər bir ehtiyat hissəsi normal bir şəkildə paketləndi, üstünə labelları yazıldı, hansı ehtiyat hissəsidir, sağ tərəfdir, sol tərəfdir, haranın ehtiyat hissəsidir, nədən ibarətdir, hamısı yazıldı, markerləndi, işarələndi və ambara yığıldı.
Bundan sonra avtomobil tam söküləndən sonra avtomobil getdi bizim qumlama prosesimizə. Avtomobilin qumlaması bu proseslərin içində, bu etapda daha doğrusu ən vacib məsələlərdən biridir. Çünki qumlama olmadan avtomobilin üzdə görünən qüsurlarını görürük, amma altdakı qüsurları görmək, üzə çıxartmaq çətin məsələdir. Qumlama olmalıdır ki, altdakı qüsurların da hamısını üzə çıxardaq. Ona görə də qumlamadan keçirdik və gördük ki, vəziyyət gördüyümüzdən və düşündüyümüzdən daha pisdir və oradan avtomobil geri yığılmağa başlamalıydı. İlk videomuz bu qədərdir. Çəkiliş olmadığına görə növbəti videolarda qumlamadan sonraki etapları sizə normal bir şəkildə göstərəcəyik. Ümid edirik ki, bu layihə, bu proseslər sizin xoşunuza gələcək. Xoşunuza gəlirsə və ya növbətləri görmək istəyirsinizsə, kanala da dəstək olmaq istəyirsinizsə, zəhmət olmasa kanalı bəyənin. Hansısa sualınız, şərhiniz varsa, o suallarınızı, şərhinizi də aşağıda şərh bölməsində yazıb bizə ünvanlaya bilərsiniz. Biz mümkün qədər, təbii ki, vaxtın da imkan verdiyi çərçivədə suallarınıza da cavab verməyə çalışacağıq. Növbəti videolarımızda görüşərik. Özünüzdən müğayət olun. Ciao.